Salam dostlar, axşamınız xeyir olsun. Siyasi yanıtda xoş gördük sizləri. Bu dəfə Fransanın dünya siyasətində yenidən canlanmağa çalışması və bunun altında yatan səbəblərdən danışacağıq. Fransa son vaxtlar gördüyünüz kimi bir çox məsələdə anti-İsrail mövqeyi tutdu və bununla dayanmadı. Hətta bəzi məsələlərdə biz onun mövqeyinə anti-ABŞ mövqeyi də deyə bilərik. Bütün bunlar nədən qaynaqlanır? Ona nəzər salmaq lazımdır. Əvvəla demək lazımdır ki, Fransa bugün hər nə qədər özünə demokratik desə də 1000 ildir imperiya şəklində böyüyən, imperiya şəklində dünyaya öz hegemonluğunu qəbul etdirməyə çalışan, fərqli ölkələrdə, fərqli dövlətlərdə qırğınlar, soyqırımlar etmək bahasına olsa da öz dominantlığını qurmağa çalışan və müəyyən zamanlarda da buna nail olan dövlətdir. Yəni Fransanın bugün demokratiya adı altında həyata keçirməyə çalışdığı siyasət sadəcə 21-ci əsrin reallıqlarına uyğunlaşdırılmış yeni imperiya modelinin inşasıdır. Və Fransa tərəfi anlayır ki, bu modeli, yəni özünün dominantlığını qurmağı bir halda reallaşdıra bilər, digər dünyəvi güclərə qalib gəlməklə. Burada qələbə sadəcə hərbi qələbədən getmir, burada qələbə sadəcə iqtisadiyyat baxımından da getmir, iqtisadi qələbədən də getmir və ya digər hər hansı sahədən getmir. Kompleks şəkildə olan qələbədən gedir. Necə? Onu izah edəcəyik. Məsələn, Macron iqtidarı bugün çox yaxşı anlayır ki, Amerika Birləşmiş Ştatlarının NATO üzərindən Avropaya gəldiyi hədə-qorxu əslində yeni dünya düzəninin formalaşması prosesində bir növ hədə-qorxudur. Yəni ABŞ Avropaya hədə gəlir ki, mən olmasam sizin təhlükəsizliyiniz ayaqları altındadır və Rusiya illər içində ölkə işğal edərək düz Parisə qədər gələ bilər. Niyə Paris? Parisi də təsadüfi demirik. Çünki dünya diplomatiyasının mərkəzi hələ də Vaşinqtonla bərabər London adlandırıldığı üçün və Anglo-Sakson ABŞ ittifaqı digər ittifaqlar kimi sarsılmadığı üçün Ruslar özü də anlayır ki, Fransa ilə Britaniyanı eyni tərəziyə qoymaq hələ ki onlar üçün səhv olardı. Çünki ABŞ buna heç bir halda imkan verə bilməz və ABŞ özü də anlayır ki, Fransasız bir çox şeyə nail ola bilər, amma Britaniyasız o özü də ciddi yaralar ala bilər. Çünki Britaniyanın əsrlərdir dünyanın bütün qitələrində qurduğu nüfuz, koloniyalar, o koloniyaların sonradan müstəqil dövlətlərə çevrilərək dünya siyasətinin bir parçasına, hətta regionlarında əksəriyyətinin regional gücə çevrilməsi kimi faktorlar imkan verir ki, ABŞ Britaniya faktorunu görməzdən gəlməsin. Fransada isə məsələ biraz fərqli cərəyan etdi. Fransa tərəfi istər Napoleonun Moskva səfərindəki uğursuzluğu olsun, istərsə də dünya müharibəsi zamanı Hitler Almaniyasının ayaqlarının altında qalması və s. onun xilas edicisinin isə məhz yenə də Washington, London, Moskva olması faktoru kimi səbəblərdən bir növ onlardan geri qalıb. Və indi Fransanın əslində düzəltməyə çalışdığı gerilik də, aradan qaldırmağa çalışdığı gerilik də bundan ibarətdir. Və Fransa tərəfi yaxşı başa düşür ki, bugün onun Londonun, Moskvanın və ən əsası Washingtonun yanında gözü kölgəli qaldığı nüanslar var ki, onları aradan qaldırmalıdır ki, yenidən onun dünya üzərindəki hegemon nüfuzu bərpa olunsun. Baxın, razılaşmaq lazımdır ki, Fransa dünyanın bütün dövlətlərindən daha çox diplomatik olaraq siyasi və hərbi nüfuza malikdir. Amma Washington, Moskva və Britaniyaya uduzur. Bax, bu uduzmanı düzəltməyə və qələbəyə çevirməyə çalışır Fransa dövləti hal-hazırda. Ona görə də zamanla fikir verirsinizsə, Fransa
İran siyasətində, Çin siyasətində, Cənubi Amerika siyasətində hər üç mərkəzə tərs mövqe tutur. Amma çox ziddinə də gedə bilmir. Bu üçü arasında da balansı qoruyub saxlamağa çalışır. Yəni məsələn Şərqi Avropa siyasətində deyir ki, biz ingilislərlə, amerikanlarla ortaq mövqedəyik. Amma Cənubi Amerika siyasətində deməsə də aşağı-yuxarı ruslarla eyni mövqedə dayanır. Çünki orada Amerika üstünlüyünü qırmalıdır və ya günümüzün reallığı İran məsələsinə baxanda biz nə ilə qarşılaşdıq? Az qalsın fransızlar günahı atsınlar İsrailin üstünə. Və xüsusən Livan məsələsində birmənalı olaraq Livandan yana mövqe tutdurur. Nəyə görə? Çünki başa düşürlər ki, dünya enerjisinin, dünyanın ideologiyasının, eyni zamanda tranzit məsələlərin gələcəkdə ən önəmli hissəsi yenə də Yaxın Şərq olacaq. Və bu gün Yaxın Şərqdə Amerika Birləşmiş Ştatları İsrailin əli ilə öz dominant mövqeyini daha da gücləndirməyə çalışır. Və fransızlar baxır, Türkiyə ilə ittifaqa getsələr, bu onların ən az 300-400 illik dövlətçilik təcrübəsinə tərsdir. Ruslarla ittifaqa getsələr, Şərqi Avropada taviz verməlidirlər. Yenə də onların bu bütün Avropaya nəzarət etmək şərti ilə qlobal gücə çevrilmək ideyasına tərsdir. Və fikirləşirlər İranla yadına salmaq lazımdır ki, 1979-cu il inqilabını həyata keçirən Xomeyni məhz Fransadan, Parisdən uçub gəlmişdi. Bax, fikir verirsinizsə, demokratik dəyərlər və s. ilə dünyanın bütün ölkələrinə nüfuz etməyə çalışan Fransa, niyəsə İrana gələndə nüfuz etməyə çalışmamağa bir yana, ABŞ-İsrail blokuna qarşı mübarizədə İranı sadəcə qınamaqla məşğuldur və əməli addımlar olaraq heç vaxt ABŞ-ı, yəni ənənəvi müttəfiqini, onu Hitler Almaniyasından xilas edən ən önəmli dövləti müdafiə etmir. Çünki özünün imperial maraqlarına tərs olduğunu yaxşı başa düşür. Və ya Livan. Hizbullah kimi terror təşkilatı elan etdikləri bir qrup orada ancaq İsrailin addımlarının regionda problemlərin səbəblərindən biri kimi göstərirlər. Çünki İsrail Amerika Birləşmiş Ştatlarının müttəfiqidir və onun dominantlığı, bölgənin öz nəzarəti altına alması birbaşa Fransanın imperial maraqlarına zərbədir. Və yaxud da Macronun Çinə səfər etməsi, Çindən qəribə pozalar deyərdim mən ona, qəribə pozalar verməklə dünya gündəminə oturması, Trumpla söz atışmalarına getməsi və s. və ilə axır. Bax, bütün bunlar hamısı onu deməyə əsas verir ki, bugün Fransa həm Moskva, həm Britaniya, həm də Amerika Birləşmiş Ştatları ilə, yəni həm Rusiya, həm İngiltərə, həm də ABŞ ilə nüfuz savaşına daxil oldu və onun məqsədi yeni dünyada güc mərkəzinə çevrilməkdir. Yeni dünya necə formalaşacaq demişdik, çox qütblü dünya mərkəzi və onlar başa düşürlər ki, ABŞ və Rusiyaya onların regionunda qalib gələ bilməyəcəklər. Ancaq öz regionlarında da qalib gəlmələri üçün ən azından Londona qarşı nüfuz savaşında qalib gəlməsələr də məğlub olmamalıdırlar və bərabərliklə sona çatdırıb Avropada iki güc mərkəzi formalaşdırmalıdırlar. Yəni Fransanın, Macron Fransasının bugün çatmaq istədiyi hədəf budur. Ona görə də Macron Fransası Yaxın Şərqdəki anti-ABŞ, anti-Britaniya qüvvələrinin tamamilə məğlub olmasını istəmir. Ona görə də Macron Fransası Ukraynada Rusiyanın birmənalı qələbəyə çatmasını, amma məğlub da olmasını istəmir. Putini beynəlxalq səviyyədə təklənmədən xilas edən, yadımızda qalsın bu, məhz Fransa idi. İlk dəfə Fransa Putini Krım işğalından sonra böyük bir
beynəlxalq samitə dəvət edib onu təklənmədən xilas etmişdi. Və ona görədir ki, bugün Makron Çinlə əlaqələri daha da inkişaf etdirməklə yeni iqtisadi reallıqlar yaratmağa və bununla da Fransanın əhəmiyyətini artırmağa çalışır. Çünki Çinin nə tarixən, nə bugün Fransa üçün bir təhlükəsi yoxdur. Çinin öz regionu var. Çin öz regionunda süper güc olacaq. Çin öz regionunda o yeni çox qütüblü dünyanın güc qütbü olacaq və onun Avropaya gəlib Rusiya olduğu bir reallıqda, ABŞ, Britaniya olduğu bir reallıqda Avropaya gəlib oranı öz təsir dairəsinə salmaq heç istəyi də olmayacaq. Və Fransa da bunun fərqindədir. Ona görə də Çin kimi yüksəlməkdə olan böyük iqtisadi, siyasi, hərbi gücü, potensialı istifadə etməklə özünün mövqelərini möhkəmləndirməyə çalışır. Bunun nəticəsi idi ki, Starmer də Fransa ilə Makronla demək olar ki, eyni ərəfələrdə Çinə səfər etmişdi və aşağı-yuxarı bənzər məsələlərdən danışdılar, bənzər ortaqlıqlardan danışdılar və s. Ona görə də biz bundan sonra Fransanın atdığı addımları həmişə Britaniya, Moskva, Britaniya, Rusiya və ABŞ mərkəzdə düşünüb yanıtmalıyıq. Yəni Fransa nə Almaniyadan qorxur, ehtiyat eləyir müəyyən qədər, çünki almanlar da potensiallıdır, amma qorxmur. Fransa nə Braziliyadan çəkinir, nə Hindistandan çəkinir və ya onların bir gün Fransanın dominant mövqeyinə zərbə vuracaqlarına düşünür. Fransa bugün 3 əsas mərkəzdən, Moskvadan, Londondan və Vaşinqtondan çəkinir, ehtiyat eləyir və xarici siyasətini də məhz inşa edərkən onlara qarşı alternativlər formalaşdırmaq üzərindən edir. Bu da tamamilə nəyə hesablanıb? Ona hesablanıb ki, Paris 1-ci Dünya müharibəsində, ondan əvvəlki müharibələrdə məğlub olduğu və yanlarında zəif düşdüyü ABŞ, İngiltərə və Rusiya ilə qüvvələr nisbətini bərpa etsin. Yeni dünyada onların hər hansı birinin yaratdığı güc mərkəzinin bir hissəsi kimi deyil, özü bir güc mərkəzi yaradaraq yeni dünyaya dominant mövqedə qoşulsun. Sağ olun, görüşərik.